Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Laminariya vardı, bir də porfira. Laminariya qonur yosun, porfira qırmızı yosundur. Və bunların oxşar fərqli cəhətlərini istəyir bizdən. Çoxalması prosesində nəsil növbələşməsi baş verir. Nəsil növbələşməsi baş verirsə, hər ikisinə aid olan xüsusiyyətdir bu. Hər ikisinə aiddir. Tallomi lövhə şəkillidir. Lövhə şəkilli olan porfira yosunumuzdur. Rəng daşıyanında müxtəlif rəngli pigmentlərə rast gəlinir. Müxtəlif rəngli pigmentlər laminariya qonur yosundur. Onlarda sarı, narıncı, qonur və xlorofil olan yaşıl pigment vardır. Porfira qırmızı yosunumuzdur. Qırmızı yosunlarda yaşıl, qırmızı və göy rəngli pigmentlər olacaq. Ona görə müxtəlif rəngli pigmentlərə rast gəlinir deyə bilərik. Yəni 3 də ortaqdır. 1-3 ortaq xüsusiyyət oldu. Qonur yosunlar şöbəsinə aiddir. Təbii laminariya qonur yosunumuzdur. Tallomi ledi şəkillidir. Ledi şəkilli olan da laminariyadır. Sonra qırmızı yosunlar şöbəsinə aid olan porfiradır. Düzgün cavab birincinə aid olan 4-5, ikincinə 2-6, üçüncünə 1-3 olacaqdır.